İstanbul Universitetində tarixlə üzləşmə, Qərbi Azərbaycana qayıdış yolunda mövzusunda müzakirə təşkil olunub. Yençağaz xəbər verir ki, tədbir İstanbul Universitetinin ev sahibliyi və Umay Ana Türk Dünyası Qadınlar Birliyi, Türk Qadın Alimlər Birliyi, Azərbaycan Türkiyə Evi, eləcə də Yeniçağ Media qrupunun təşkilatçılığı ilə baş tutub. Müzakirəyə Umay Ana Türk Dünyası Qadınlar Birliyinin sədri, professor Müəlla Uydu Yücəlin moderatorluğu ilə start verilib. Panelin əsas çıxışçıları Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı və Marmara Universitetinin professoru Giray Saynar Dərman olub. Onlar Qərbi Azərbaycandan məcburi köç, tarixi ədalətin bərpası və dönüş hüququ məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin Türk Dünyası Araşdırmalar Vakfının rəhbəri Gözhan Yazqan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Yeniçağ Media qrupunun rəhbəri Aqil Ələsgər və digər qonaqlar iştirak ediblər. Çıxışda millət vəkili Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycanlılar 1905, 1948, 1953-cü və 1988-ci illərdə Qərbi Azərbaycandan mərhələli şəkildə tamamilə köçürülüb. Deputat qeyd edib ki, elm adamları və akademiklər bu məsələyə xüsusi diqqət ayırmalı, Qərbi Azərbaycan həqiqətlərini gələcək nəsillərə ötürməlidirlər. Kendi eline, yurduna, evine dönmesi hakkını tanımanız lazım. Ben o bölgede doğmuşam. Kars'la sınır olan Amasya'da, Türkiye'mizde de bir Amasya var. Hemen o Amasya bölgesinden. Ve biz oradan, evet 88. ilden önce köçmüştük. En son bütün akrabalarımız sahip 88. ilden köçe fırlandı. Digər qonaqlar da Qərbi Azərbaycana qayıdış konsepsiyasının insan hüquqları baxımından əhəmiyyətindən bəhs ediblər.